Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, və fərağəkə qablə şuğulik, məşğuliyyət gəlməmişdən qabaq, boş vaxtının qədrini bil. Bugün bax, xüsusən də gənclərə aiddir, cavanlara. Telefon məhv eləyibdir bütün gəncləri. İstər oğlan təbəqəsi olsun, istər qız təbəqəsi olsun. Bütün vaxt telefonda. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bizə deyib, bizə, inananlara, sən, mən, biz inanırıqsa biz bunu əməl eləməliyik. Bugün uşaqlar çox təəssüf, müsəlmanların evlatları, başqalarını qoyaq kənara, həqiqətən acı da olsa bu təəssüf doğuran haldır, acı həqiqətdir. Bugün sənin rahat vaxtın var, hər cür rahat vaxtın var, sən bundan istifadə etməlisən. Sizin yaşınızın ən gözəl dövrüdür. Quran-ı Kərimi öyrənmək dövrüdür, Quranı oxumaq dövrüdür, əzbərləmək dövrüdür. Saatlarla vaxtını insan, müsəlmanın evladına yaraşmaz telefonda keçirməsi. Telefonda o zaman keçirə bilərsən ki, yararlı bir şey varsa, faydalı bir şey varsa, elm öyrənirsən, istər dünyəvi, istər şərii, onda olar.